10 il əvvəl aldığım və unutduğum pomadanı yoxlamaq istəyirəm. İndi bunu dodaqlarıma çəkəcəm. Bunu düz 10 il əvvəl almışam. Gəlin bunun qoxusuna baxaq. Çox gözəl şirin qoxusu var. Elə bir alanda necə idi, belə də qalıb qoxusu. Mən şokdayam. Yəni bu pomadalara nə qatırlar ki, xarab olmur. Birinci mütləq qələmdən istifadə etməliyəm. Çünki belə rənglərdən qələmsiz istifadə etmək qeyri-mümkündür. Duru mat dodaq boyaları təzə çıxanda və çox dəbdə olanda almışdım bu dodaq boyasını. Qələmi çəkdim, gəlin indi dodaq boyasını çəkək. Bu Milani markasındandır bu arada. Mənə abunə olsaz çox böyük dəstək olarsınız. Sizin üçün bu 2 saniyəlik iş ola bilər, mənim üçün isə çox vacibdir. Məncə çox gözəl alındı və təzə pomadalardan heç fərqlənmir. Baxın, fikirlərinizi mütləq şərhlərdə yazın. Belə pomadadan istifadə edərdiniz, yoxsa yox. Təzə video çıxsa bilin ki, sağam.